Salam dostlar, mən Cavidan Orucov və kanalıma xoş gəldiniz. Bugünkü analiz dublyajımız da çoxdan gözlədiyiniz Evdə Tək filmi olacaq. Buyurun bir yerdə baxaq. Bu balaca dümbələyi hamı çox yaxşı tanıyır. Bu evdə 67.156 nəfər adam yaşayır, amma hamının mazgısına sıçan bir dənə sənsən. Davay qalx yuxarı. Biz axı yuxarıdayıq. Oha, o qədər də yox axım ama. 31 çəkmək istəyən yuxarı qalxsın. Bu nədir? Evimiz Hindistana dönüb, adam əlindən evə qız gətirib şəpləyəmirəm. Bəlkə adamı rahat buraxasınız. Santa Claus gələndə götünə girənliyə elə bəlkə arzuların qəbul olundu. Mən Santa Claus qıza priznavat eləmirəm. Yaxşı oğlansa mənim şeirimə cavab verərdi. Payızda gəl, qışda gəl, götün varsa yayda gəl. Və gecə tufan elə qopur ki, bunların işıqları fıskırır. Ay kişi, Ne oldu bas? azların öldürəni, gecikdi. Gecikti. Asta katana pis yerden sevmişəm. Elə bir də Bu balaca Yetka da axır ki arzusuna çatdı. Evdə heç kim yoxdur, polunu qız gətir şellən Tualetdə versəydim sənə yaxşı qız olacaqdım, Toto. Siz də gözəl maşallah simpaşlı olansınız, çox seksualsınız. Adamı axuyet edirsiniz prosto. Hadi deşşağın yansın hadi deşşağı. Az götümünü sen nerede? Erik kurusu, cavalı kurusu. Cındır. İndi sən göt atı şəkil göndərəcəm, ağzıma soxub yeyərsən. Mən ölüm bir dənə göt atı şəklini tək göndər qurban olum sana. Axşama da basıram bir baş şey, vəziyyət olur bəlləmo. Mən azadam. Mən azadam. Mən azadam. Mən azadam. Axuyet, bu nə cibilərdə, hə? Yaxşı sonra baxaram. Qoquli vurmaqdan paduşkanın altından ata səslər gəlir. Ha, bu nədir? Hazır paket. Aha, lazım olacaq bomba kimi. Böyük qardaş, ağzına taytuşlarım versin. Sandığına girmişəm, götün çatmır gəlib bir şey eləməyə. Bu nə qız da? Üzünə yastıq, dalına bastıq. Bu vəziyyətdən istifadə edib evləri şimon eləmək istəyən oğrular da startda durub. Ayəman çox maraqlı deyil. Dön gecə evdə qrupbaba yanqırışma seks gedirdi. İndi sakitçilikdir. Sən ölməyə çatmadı. Davay vızqırt bən evə bax gəl. Mən? Yox bilə, təpəsi, cəhənnəm o. Bəli. Mazat danışan. Mazat danışan. Kim? Mazat. Cicdillah, nazarcasına oxşayıb bu Dalıbayov. Naza? Mazat ona söğüşlə deyir. Söyle Cicdillah verdin sağlaba yatmış zənginəmizdən ki nazadır. Dalıbayov nazarcasına oxşayır bu Cicdillah. Ata bir söz fikir verir. Səhv düşmənli olmur. Səhv düşmürsən insan. Ay Dalıbayov səfə bax bir dənə səsini eşidirsən mənə sual versən nazadır. Yox belə atomdur Cicdillah. Nə oldu Amarif? Papasına beh verim ki evdə qırğın düşdü. Durmuşam deməli qapının ağzında 2 dənə qaqaş Nazanın üstündə qırışırlar bir-birindən. Yetimsən mamancan sür qaçaq. Naza? Naza yoxdur axı burada. Nə məsürüm görüm. Kevin'in anası isə aeroportda ha götünü cırır, geriyə bilet tapanmır. Ona orada olan manıslar kömək eləyir. Sağlamaq istəyirsən? Ala bilet sal, ala. Ala sal heç kimə deməyəcəm, ala. Oğrular isə dayanmadan, göz qırpmadan strimit eləyirlər öz planlarına. Deyirəm gedək adama bir dənə dönər yeyək qaydaq. Bu evi şimon eləməsəm elə bir mənim var yoxumu skip story-də paylaşarlar. Qəşəng hər yer qaranlıq olacaq. Hə, elə o gündən də görüşüm qaranlıqda keçdi. Var yoxla eləsən qandulyasan, Ged özünü mal həkiminə görsən. Kimə? Acun madiyyə ki yeganə insansan ki, turçikdə dopinqa hərləyirsən. Mama məni qucağına alsaydır. Hadi sıç qutar görək nə varıq. Sən o kasıq sikin oxşayan burnunu soxmasan mənlikdir planlar. Hə, nə gözəl. Sənin də üzün gök kimi yumrudur. Gəlin ölümünü atacağın, öləni də var yoxuna sox. Bayramın mübarək balaca. Əmirlər papaq atıb. Bəlkə qozdan fındıqdan nəsə qoyasan yeyək. Hə, apuru papağı ananın mamışına sürtələ bizə ver. İçinə heç nə qoymasan da olar. İyisi mənə bəsdir. Bəlkə qoz qoyasan bizə. Sabah səhərə
Xeyir xəbər eşidəksən. Bir də üstümdə təzə əfqanski şeyim var. Çək götünü vur divara. Ay bılla daşrağım yandı. Bılla. Ay bılla. Nə oldu ha? Alım sana aynı oyun. Sihirle götünü döyüm. Tut onu. Bılla. Taşlarım yandı. Bılla. Al. Nağaysan? Bu balaca demək ağ yeşniklərdən silah sadı var. O balaca küçüğü bir dənə ağaca bağlayıb ma papa deyənə kimi dalını dağıdacağım. Gel bura.